Vüqar Biləcərinin şeirləri arasında ən kəskin, ən hiddətli və bir o qədər də ictimai ağrını çılpaqlığı ilə üzə çıxaran bir bəndini analiz edəcəyik. Dinləyək, daha sonra təhlil edək. Dərdlər böyüdüysən dağ ola bir-bir, amma o ki hicablar qala bir yanda. Qardeşlərimiz dustaq ola bir-bir, amma o ki hicablar qala bir yanda. Qızlar soyunub çılpaq ola bir-bir, amma o ki hicablar qala bir yanda. Allah, bu nə giydirmə mədəniyyətdir, nə qərbə gərəkdir, nə də şər qalmaz. Şairin buradakı tonu təkcə bir şikayət deyil, eyni zamanda bir üsyandır və Allaha edilən acı bir fəryaddır. Dərdlər böyüdükcə dağ ola bir-bir, amma ki hicablar qala bir yanda. Qardaşlarımız dustaq ola bir-bir, amma ki hicablar qala bir yanda. Şair ilk misralarda cəmiyyətdə yaşanan faciələrin, haqsızlıqların və düzəlməz dərdlərin miqyasını dağ kimi böyümək obrazı ilə verir. Din xadimlərinin, inanclı insanların, zülmə qarşı çıxan qardaşların bir-bir həbs olunmasını xatırladır. Burada kəskin bir çağırış var. Mənəviyyat, namus, inanc ramzi olan dəyərlər sıxışdırılıb bir yanda qalır, tapdalanır, amma toplum buna göz yumur. Qızlar soyunub çılpaq ola bir-bir, amma ki hicablar qala bir yanda. Vüqarın hiddətinin ən pik nöqtəsi məhz bu misradır. O müasirləşmə adı altında baş verən əxlaqi aşınmanı, mənəvi dəyərlərdən uzaqlaşmanı çox sərt şəkildə tənqid edir. Bir tərəfdən milli dini təmsil edən örtük kənara atılır, digər tərəfdən isə cəmiyyət sürətlə mənəvi çılpaqlığa doğru gedir. Allah, bu nə geydirmə mədəniyyətdir, nə qərbə gərəkdir, nə də şər qalmaz. Son misrada şair birbaşa yaradana üz tutaraq bu acınacaqlı mənzərəni geydirmə mədəniyyət adlandırır. Yekun olaraq, Vüqarın dediyi odur ki, siz öz dəyərlərinizə arxa çevirib başqasının saxtalığını mədəniyyət sanırsınız. Kökündən ayıran, mahiyyəti unudub yalnız formaya və nəfsə xidmət edən hər şey geydirmədir və cəmiyyəti məhvə aparır. Dərdlər böyüdüysən dağ ola bir-bir, amma o ki hicablar qala bir yanda. Qardeşlərimiz dustaq ola bir-bir, amma o ki hicablar qala bir yanda. Qızlar soyunub çılpaq ola bir-bir, amma o ki hicablar qala bir yanda.